Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Mədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər 2 ilədək həbs oluna bilər. Xəbər verir ki, bu Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Cinayət Məcəlləsində dəyişiklikdə əksini tapıb. Qanuna əsasən dövlət tərəfindən qorunan mədəni sərvətlərin qanunvericiliklə müəyyən edilmiş qorunması, tədqiqi və istifadəsi qaydalarının pozulması ehtiyatsızlıqdan onların məhv edilməsinə səbəb olduqda cinayət nəticəsində vurulmuş ziyanın 2 mislənlik miqdarda cərimə və ya 2 ilədək müddətdə azadlığın məhdudlaşdırılması və ya eyni müddətdə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Qanun 2026-cı il fevralın 1-dən qüvvəyə minəcək.